Salam, bu Civil 3 proqram təminatından olan 3-cü dərsimizdir. Bu dərsdə biz deməli sətin yaradılmasını və üçgənləmənin redaktə olunmasını öyrənəcəyik. Deməli biz ilk növbədə onu demək istəyirəm ki, keçmiş dərslərimizdə necə point qrupların yaradılmasını öyrəndik, nöqtələrin əlavə olunmasını və onların redaktə olunmasını, rənglərinin stilləri ilə maraqlandıq. Və bu günləri həmin o öyrəndiyimiz, yaratdığımız point qruplarının köməkliyi ilə set yaradacağıq. Həmin point qruplardan. Deməli, bizim belə bir nöqtələr toplumumuz var. Topografik plan almamız var. Və bu nöqtələrdə set yaratmaq istəyirik. Deməli, toolspace bölməsinə daxil oluruq. Burada surface bizim dilə tərcümədə set deməkdir. Sağ düyməni sıxdıq, create surfaces sıxırıq. Belə bir pəncərə əmələ gəlir bizdə. Belə bir pəncərə əmələ gəlir. Və burada deməli ad bölməsinə biz yaranacaq olan sətin adını qeyd edirik. Necə adlandırmaq istəyiriksə onu qeyd edirik. Məsələn, yazaq bura set 1. Description-da öz qeydlərimizi yazırıq. Əgər buna ehtiyac varsa. Stil tutalım, nə var qalsın. Onu sonradan dəyişmək mümkündür. OK. OK sıxdıq. Bizim bu surface bölməmizdə artıq daxildə set 1 bölməsi yarandı. Daxili bölmə. Burada da müsbət işarəsini sıxırıq. Sıxdıqdan sonra burada definition, onu da açırıq. Burada var point group. Yəni biz səti bir növ yaratdıq. Səti yaratmışıq, lakin qeyd etməmişik ki, bu sətə hansı nöqtələr daxil olacaq. Ona görə də bizim görüntümüzdə heç nə yoxdur. Hələ ki, heç nə yoxdur. Ona görə bu definition bölməsində point groups add. Burada bizim all points var. Hansı ki, bütün nöqtələrimiz həmin qrupa daxildir. OK sıxırıq və belə bir mənzərənin şahidi oluruq. Burada yaşıl kontur xəttidir. Yaşıl kontur xəttidir. Və daxildə də boz rəngdə olanlar da bizim üçgənləmələr. Və gördüyünüz kimi burada lazımsız üçgənləmələr də var. Lazımsız, düzgün birləşməyən üçgənləmələr də var. Hansı ki, bunları birazdan yox edəcəyik. Bəzən belə olur ki, deməli səti yaratdıqdan sonra deməli ekranda üçgənləmə görsənmir. Və yaxud da üçgənləmə görsənir, bizə sərhəd xətti lazımdır, o görsənmir. Yəni bu görüntüləri ekrana gətirmək üçün surface seçirik. Məsələn, bu üçgənləmə üzərinə gəldik, xəttin birini seçdik, avtomatik olaraq bütün səthi seçilir. Əgər heç nə görsənmirsə, ola bilər, yəni belə bir görüntü əmələ gəlsin. Baxırıq ki, əslində burada set var. Amma görüntü olaraq bu yoxdur. Yəni sıxmağa səthi seçməyə də bir yerimiz yoxdur. Ona görə toolspace-dən elə bu sətin özünü də seçə bilərik buradan. Sağ düyməni sıxıb burada edit surface style seçirsiniz. Amma ekranda əgər görsənirsə, surface-i seçirik. Həmin o edit surface style burada qeyd olunur. Və yuxarıda surface-i seçən kimi o bölmə əmələ gəlir burada. Həmin bölmə əmələ gəlir burada avtomatik. Burada daxil olduq. Edit surface style. Edit surface style daxil olduqdan sonra burada məsələn üçgənləməmizi söndürdük. Yandırdıq. Belə border. Söndürdük. Borderi yandırdıq. Burada da display bölməsində. Məsələn, borderin rəngini dəyişə bilərik. Triangle-ın da məsələn rəngini qoyaq yaşıl rəngdə. Seçdik. Belə. Mən adətən triangle-ın rəngini tünd rəng seçirəm ki, o qədər də mane olmasın. Çox tünd oldu. Belə. Deməli, belə. Bizim üçgənləməmiz də hazırdır. Artıq üçgənləməni haradan göstərmək, ekrana gətirmək, haradan ləğv etmək, bunu da öyrəndik. Gəlin üçgənləmənin redaktə olmasına baxaq. Gördüyümüz kimi burada deməli səhv üçgənləməmiz var. Uzun bir məsafəni birləşdirib, hansı ki, məsələn, bu məsafəyə baxsaq, görərik ki, buradan bura tutalım. 407 metr məsafə var, amma ki, buradan bura kimi birləşdirib. Yəni, bu səhvdir, bir mənalı səhvdir. Bunu ləğv etmək üçün üçgənləməni seçdik. Edit surface var burada. Edit surface.
Yəni bu edit surface style idi. Bu isə ümumiyyətlə edit surface, surface'in redaksiyası, səthin redaksiya olunması. Yəni bu ayrı-ayrı şeylərdir. Yəni bunu ola bilər müəyyən müddət qarışdırasınız, amma get-gedə əl öyrəşdikcə artıq düşünürəm belə probleminiz olmayacaq. Deməli edit surface-i daxil olduq. Burada var delete line. Delete line daxil olduq. Yəni buradan başlamayaq. Ya da elə burada göstərirəm yaxşı. Deməli delete line seçdik. Məsələn bu üçünü yox eləmək istəyirəm. Seçdim. Sağ düymə pozuldu. Yəni görürsünüz bu sərhəd xətti də pozulanla bərabər irəliləyir. Məsələn burada da səhvdir. Bu özü də səhvdir. Buradan da bu cürlə səhvdir. Amma onu pozmayacağım, başqa yolla göstərəcəm onu. Deməli bu cürlə kobud səhvləri aradan qaldırmaq üçün surface-i seçirik. Yəni bunları bir dənə əllə də silə bilərik. O qədər də böyük bir vaxtımızı almayacaq, amma daha bir üsul var ki, hansı ki onu sizə göstərməliyəm. Səthi seçdik. Yuxarıda daxil olduq surface properties, yəni edit surface style yox, surface properties. Daxil olduqdan sonra burada definition bölməsində build var. Build girdik. Burada salırıq aşağı. Use maximum triangle length. No. Bu nədir? Deməli üçgənləmənin birləşdirilməsi üçün iki nöqtəni, yəni aralarındakı məsafəsinə uyğun. Deməli bir maksimum seçirsiniz ki, məsələn yazırıq 50 metr. 50 metrdən uzun olarsa üçgənləmənin uzunluğu, bir xəttin, segmentin, edge'in daha doğrusu edge deyirik biz ona. Edge'in uzunluğu 50 metrdən uzun olarsa onu birləşdirməz. Yəni deməli burada use maximum triangle length, bunu yes elədik. Bura məsələn elə verək 50 metr, 50 metr. OK sıxdıqda burada dəyişiklik olmalıdır. OK deyir ki, surface-də dəyişiklik oldu. Mən onu yenidən refresh edeyim, yeniləyim. Rebuild surface. Sıxdıq. Gördünüz? Fərqsiz olundu. Fərqsiz olundu. Yəni burada nida işarəsi olarsa, sağ düyməni sıxırsınız, rebuild edirsiniz, yenidən. Artıq 50 metr, yəni iki nöqtə arasında maksimum məsafə 50 metr ola bilər. Ondan o yana məsafə yoxdur. Belə, yəni bunu öyrəndik. Yəni keçək deməli iki nöqtə edge'in çevrilməsinə. Çevirmək. Əgər nöqtəni iki nöqtəni səhv birləşdiribsə, məsələn bu biraz 50 metr nəsə uyğun nöqtədir. Uyğun xətt deyil, bunu pozaq. Bunu sildik, baxaq. Səthi olaraq baxaq. Burada problem görmürəm. Burada gördüm. Problem görmürəm. Düşünürəm normaldır. Deməli, səthi seçdik. Burada daxil olaq. Swap edge üçgənləmə xəttini çevirmək üçündür, əgər düzgün birləşmə yoxdursa. Məsələn, swap edge seçdik. Bu xətt əgər səhv birləşibsə, onu çevirmək üçün üzərinə bir dəfə klik edirik, tıklasaq, bu çevrilir. Yəni görürüz, birbaşa çevirir. Məsələn, burada görək nə tapırıq. Bunu çevirək. Bunu da çevirmək mümkündür. Burada qarışıq. Bunu belə. Bir belə. Yəni bu düyünü açdıq. Yəni əvvəlki vəziyyətindən indi videoda arxaya çəkib bir də baxa bilərsiniz. Belə. Yəni bu üçgənləməni çevirməyi də bildiniz. Deməli indi iki nöqtəyə necə xətt atmağı. Məsələn, bu nöqtə ilə bu nöqtəni birləşdirmək istəyirik. Üçgənləməni yenə də seçirik. Edit surface-dən add line. Bir bu nöqtəni seçdik, bir də bu nöqtəni. Gördünüz, birləşdirdik. Belə, artıq üçgənləməni biz öyrəndik. Gələn dərsimizdə üçgənləmənin digər parametrlərini öyrənərik. Horizontallar kimi parametrləri öyrənərik və müəyyən koordinatdan yüksəkliyə necə əldə eləmək olar. Onu da göstərərəm sizə. Belə. Bu
bugünkü dərsimiz bitdi. Uğurlar arzulayıram. Sağ olun.